Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və barakatuh. Dəyərli müsəlman qardaş və bacılarımız. Bugün inşallah sizə böyük alimlərimizdən olan İmam Qazalinin iki nəsihətini oxumaq istəyirəm. İmam ilk nəsihətində belə buyurur. Vəz verən vaiz gəncdirsə, duruşunu və paltarını qadınlar üçün bəzəyirsə, çox şeirlər deyir, həmçinin işarələri və hərəkətləri də çoxaldırsa və həmin söhbətə də xanımlar gəlirsə, bu çirkin bir əməl hesab edilir. Bundan mən edilməsi vacibdir. Yəni, bundan uzaqlaşdırılması lazımdır. Çünki burada islahdan çox ifsad vardır. Bu, onun hallarındakı əlamətlərdən bəlli olar. Bu da var ki, moizə etmək sadəcə zahirində təqva, duruşunda sükunət və vəqar olan, görünüşü salih şəxslərin görünüşü olan zatlara verilməlidir. Yoxsa insanlar onu dinləməklə sadəcə zəlalətlər artacaq. İmamın bu sözləri bizə niyyətin önəmini bir daha xatırladır. Ən məşhur hədislərinin birində Rasulullah da sallallahu aleyhi və səlləm əməllərin niyyətlərə görə olduğunu bildirmişdi. Qıraqdan bir insan sənin zahirinə baxıb Allah üçün nəsə etməyə çalışdığını zənn edər. Ancaq Rəbbin sənin qəlbini biləndir. O qədər dağlar qədər əməl edənlər, dünyada alim zənn edilən şəxslər vardır ki, məhşərdə xüsrana uğrayanlar məhz onlar olacaqdır. Çünki səhih niyyət onların qəlbindən sürüşdü və oranı lənətə gəlmiş riya və dünya sevgisi işğal etdi. Bu səbəblə səlamətə ərməyin ilk şərti niyyəti yoxlamaqdır. İkinci nəsihətində imam belə buyurur. Kişilər və qadınlar arasında bir-birlərindən baxmağa mane olacaq örtü qoyulmalıdır. Çünki bu da fəsadın ola biləcəyi yerlərdən biridir. İnsanların etdikləri buna şahidlik edir. Qadınlar da fitnə qorxusu varsa, namaz üçün, həmçinin zikir məclisi üçün məscidlərə gəlməkdən mən edilməlidirlər. Məhz Həzrət Ayşə anamız, Allah ondan razı olsun, qadınları bundan mən etmişdi. Ona Rəsulullah sallallahu aleyhi və səlləm xanımların cəmaatla namazdan mən etmədi deyildikdə belə buyurdu. Əgər Rəsulullah sallallahu aleyhi və səlləm özündən sonra onların nələr ortaya çıxardığını görsəydi, mütləq mən edərdi. Artıq siz hesab edən Ayşə anamız yaşayan dövrdə belə deyilibsə, bu fitnə dövründə nə deyilərdi? Bu zamanda qadınların məscidə getməsi Hənəfi məzhəbinə görə təhrimə məkruh sayılır. Bu qadını məsciddən, Allahın evindən didərgin salmaq üçün deyil, fitnənin qarşısını almaq üçündür. Qadının evinin ən küncündə qıldığı namaz məsciddə qıldığı namazdan qat-qat xeyirlidir. Axir zamanda, çox çətin zamanda, azğın cinsi istəklərin pik həddə çatdığı, harama baxmamağın hardasa qeyri-mümkün olduğu bu dövrdə, hətta məscidlərdə belə xoşa gəlməz, uyğunsuz şeylər yaşanır. Bunu bizzat müşahidə elədiyimdən deyirəm. Bir də gördünüz ki, kişilərin namaz qıldığı yerə hər hansı bir uşağı götürmək üçün bir qadın girdi. Hətta bəzən qadın uşaq səsindən imamın, vəz verənin nə dediyini güc-bəla ilə eşitdiyimiz olur. Belə ki, son bayram namazının xütbəsində də buna şahid oldum. Belə bir vəziyyətdə insanın qəlbində nə xuşu qalar, nə də səkinət. Bunun üçün müsəlman bacılarımızdan bu məsələdə daha diqqətli olmalarını istirham edirik. Sizlərə Allaha əmanət edirəm. Əssəlamu aleykum və rahmetullahi və barakatuh.